Salam dostlar, kanalıma xoş gəlmisiniz. Mən uzun aradan sonra yenidən sizinləyəm. Uzun zaman idi ki, vlog paylaşmırdım. Baxdım artıq səhifəmə, gördüm ki, 8-10 gündür ki, mən vlog paylaşmıram və düşündüm ki, mütləq çəkdiyim videolardan qruplaşdırmalıyam və sizlər üçün vlog hazırlamalıyam. Hər dəfə özümə söz verirəm ki, artıq vloglarımı tez-tez hazırlayacağam. Heç olmasa həftədə bir dəfə, həftə sonları vlog yayımlayacağım sizlərə, amma çatdıra bilmirəm. Bu aralar işlərim biraz da çoxalıb. İndi sizə danışacağım irəliləyən dəqiqələrdə. Çox sevdiyim işlərlə məşğulam və bunlar da mənim vaxtımı alır. Ancaq onlar mənim həm sevdiyim işdir və mən də sevdiyim işləri istəyirəm ki, biraz da maddiyyata çevirim. Ona görə də bunları da etməyi özümə borc bilirəm. Ona görə bu aralar biraz işlərim çoxdur. Vloglarım, videolarım gec-gec çıxır. Amma yenə də özümə söz vermişəm ki, artıq belə etməyəcəm və hər həftə yeni bir video ilə qarşınızda olacağam. Dostlar, videomun əsas mövzusuna keçməzdən əvvəl sizə bir şey demək istəyirəm. Mənim bu kanalımın, YouTube kanalımın Dünya Mənim Gözümdə adı ilə adlandırdığım və çox sevdiyim bu şirin kanalımın həm Instagram səhifəsi, həm də TikTok səhifəsi var. Elə siz TikTokda, Instagramda axtarış bölməsində asanlıqla Dünya Mənim Gözümdə yazmaqla məni orada da izləyə bilərsiniz. Və sizin hər bir izləməniz, yeni izləyicimin gəldiyini görmək məni çox sevindirir. Ona görə də əgər hələ də kanalıma abunə deyilsinizsə, ancaq mənim videolarımı izləyirsiniz, sizin üçün maraqlıdırsa, o zaman kanalıma abunə olun, mənə dəstək olun, daha çox videolarımın hazırlanmasında mənə motivasiya mənbəyi olun. Videoda sizə 2 gün ərzində çəkdiyim kadrlardan ibarət maraqlı bir vlog hazırlamağa çalışmışam. Ümid edirəm ki, siz də bəyənəcəksiniz. Sizinlə söhbət əsnasında artıq qablarımı yuyub bitirirəm, ətrafı səliqəyə salıram və sizə bir maraqlı söhbət etmək istəyirəm. Dostlar, mən gənc olanda, 18 yaşım olanda və məktəbi qutaranda anam mənə dedi ki, gəl qızım müəllim ol, müəllimlik çox yaxşıdır qız üçün, əsl xanım sənətidir, gələcəkdə də sənin üçün rahat olar falan. Ancaq mən istəmədim təbii ki, çünki mən yüksək bal toplamamışdım, yəni digər bacım və qardaşımla müqayisədə. Ancaq universitetə qəbul olmuşdum və müəllimlik ixtisasına deyil də başqa bir ixtisasa qəbul olmuşdum. Və anam da istəyirdi ki, mən müəllim olum. Uşaqlıqdan hər dəfə məni bu ruhda böyüdürdü ki, sən müəllim olacaqsan, özü də riyaziyyat müəllimi. Özüm də riyaziyyatı çox sevirdim, amma təəssüf ki, mənim balım az oldu və mən müəllimlik ixtisasına düşə bilmədim və başqa bir ixtisas seçməli oldum. Amma buna baxmayaraq, sanki mənim anam öz sözləri ilə mənim talihimi, qədərimi yazmış, türklər demiş və mən yenə də müəllimliklə məşğul oluram. Düzdür, mən universiteti qutardım və daha sonra yüksək balla magistraturaya qəbul oldum və orada da magistr təhsili də aldım. Daha sonra işlədim. Müəllim olaraq deyil də başqa bir ixtisas üzrə işləməyə başladım 3 il. Daha sonra yaşayış yerimi tərk etdiyim üçün iş yerimdən ayrılmalı oldum və o gün bugün başladım bu körpələrlə məşğul olmağa. Ancaq onu deyim ki, bu uşaqlarla məşğul olmaq məni həqiqətən də xoşbəxt edir. Yorulmuram, nəsə öyrətməkdən zövq alıram. Pul qazanmaq məqsədi ilə deyil də, həqiqətən vaxtımın səmərəli keçməsi, kiməsə köməyimin dəyməsi kimi yanaşıram bu işə və bu da həqiqətən məni xoşbəxt edir və bunun da fonunda mənim maddi gəlirimin də olması məni daha da xoşbəxt edir. Ona görə də bu işimdən çox razıyam və zövq alıram. Bu balaca şirin fidanlar dərsdən sonra bizə gəlirlər və mən onlarla birlikdə məktəb dərslərini hazırlayıram və sonra onlar evlərinə yollanırlar. Amma bu qonşumuzun qızıdır, evlərinə getmək istəmir, dərsdən sonra da bizdə qalmaq istəyir və burada şəkil çəkirlər qızımla. Mən də onların qaradaşlarının ucunu düzəldirəm ki, yaxşı yazsın, rahatlıqla rəngləyə bilsinlər. Artıq burada hazırdır, bunlar qızımındır, hər birini hazırladım. Digərləri isə qonşumuz qızımdır, onunkiləri də hazırlamışam, indi öz qələm qabına yığacaq. Daha sonra isə gedirik yemək yeməyə. Mən burada qaşıq rəngəli və kartoşka hazırlamışam. Diqqət etdinizsə, öncəki kadrlarda mən ət qaynadırdım. Onu da qaynadıb hazır saxlayıram ki, tələsik işim olanda tez götürüm və rahatlıqla yemək hazırlayım. Budur, bizim yeməklərimiz hazırdır. Mənim ən sevdiyim yeməkdir kartoşka qızartması. Və onun kənarına belə gözəl turşular hazırlamışam və çox gözəl, ləzzətli yemək yedik. Daha sonra isə gördüm ki, qızım burada öz puzzle'larını töküb və onları yığmaqla məşğuldur. Və mənə də maraq gəldi. İstədim ki, onunla birlikdə əyləşim, puzzle'lardan birini yığım və dedim ki, qızım gəl ən çətin puzzle yığaq.
O da dedi ki, ən çətin puzzlım mənim bu şahzadə olan puzzldır. Heç məni yığmağa qoymurdu. Özü tez bazar yığır, puzzllara uşaqlıqdan çox həvəsi var, çoxu onda var və tez-tez özü üçün yığır. Bu dəfə mən də onun yanında əyləşmişəm. Ona kömək edirəm, birlikdə hazırlayırıq. Qızımın sürətinə çata bilmirəm, çox sürətlidir, heç qoymur ki, mən götürüm. Bircə dənəsini gətirən kimi tez əlimdən alır qoyur və dərhal ardınca ikisinin üçün də o gətirir. Tez bazar yığır, bilmirəm, çox söküb yığıb ona görəmi, yoxsa nədirsə belə cəhd bir şəkildə tamamlayır puzzlını. Bax, bu puzzlı o yığmağa təxminən 10 dəqiqə vaxt sərf edir və tezliklə hazırlayır, hər bir detal da yerində. Budur, artıq hazırdır. Daha sonra biz mətbəxə keçirik və onun sevdiyi şirniyyatı hazırlayıram. Damla şokoladları çox sevir və çoxdan da deyirdi ki, mənim üçün şokoladlı keks hazırlar. Dostlar, bu keksin hazırlanması çox asandır və dadı da mükəmməldir. Ona görə mən indi sizinlə bölüşəcəm necə hazırlayıram, hansı ərzaqlardan istifadə edirəm və məsləhət edirəm ki, siz də hazırlayasınız, sizdə də seviləcək. İstifadə etdiyim ərzaqların dəqiq ölçüsünü videonun açıqlama hissəsində qeyd edəcəm, oradan baxa bilərsiniz. Mən istifadə etdiyim yumurta, şəkər tozu, yağ, un apardığı qədər, vanilin və qabarma tozu. Nəticədə çox dadlı, ləzzətli, ətirli bir keks alındı və yumuşaq. Burada kəsirəm, indi içində sizə göstərəcəm. Qeyd edim ki, mən xəmirin bir hissəsini götürürəm hazır olanda və ona kakao əlavə edirəm ki, belə qara rəng olsun içində. Bu mənim xoşuma gəlir və həmin qara hissənin içinə damla şokoladlar əlavə edirəm və şokoladlı olur, çox ləzzətli olur. Dadı həqiqətən mükəmməl idi. Çox bəyəndi, ləzzətlə yedik və biz tez kekslə çayımızı içdik, getdik şahmat dərsinə. Bugün də şahmatımız var, həftədə bir dəfə şahmat dərslərinə gedirik, onun çox xoşuna gəlir və artıq biz burada evimizə qayıdırıq, sevinə-sevinə gəlir. Burada isə növbəti gündür, biz hazırlaşırıq. Bugün bizim üçün çox xüsusi bir gündür. Ola bilər dünya üçün kiçik bir gün olsun, amma bizim üçün çox böyük bir gündür. İndi sizə onun səbəbini deyəcəm. Bizdə əlamətdar gün olduğu üçün elə mən də evimizin əlamətdar yeməyini hazırlayıram. Hamımızın sevimlisi aş və daha sonra keçirik əsas mətləbə. Bugün qızım məktəb yolunda ilk addımlarını atdı. Kiçik çantası ilə, həyəcanla, amma bir o qədər də gözlərində parıltı ilə. Dünən qucağımda körpəm idi. Bugün isə artıq məktəbli qız oldu. Həyatın ən dəyərli anları belə başlayır. İlk addımlar, ilk sözlər, ilk məktəb günü mənim üçün bugün həm qürur, həm də biraz kövrək bir gün oldu. Uğurlar səninlə olsun mənim gözəl qızım. Sən öyrəndikcə dünyan işıqlanacaq. Hər yeni bilik səni arzularına bir addım daha da yaxınlaşdıracaq. Hər səhifə yeni ümid, hər hərf yeni sir, hər gün isə yeni bir yol açacaq sənə. Çətinliklər olsa da heç vaxt qorxma, çünki bil ki, ən güclü silah bilikdir. Mən inanıram ki, sən yalnız oxumağı deyil, həm də xəyallarını reallığa çevirməyi bacaracaqsan. Qızımı da götürüb evə döndük. Mənim valideynlərim də onu təbrikə gəlmişdi. Nənəsini, babasını görüb çox sevindi. Hamımız birlikdə evə döndük. Hazırladığım aşdan yedik. Daha sonra isə onun şirin tortu ilə çay içdik və daha sonra atası onun üçün çiçək almışdı. Həmin çiçəkləri vazaya yerləşdirdim, suya qoydum ki, geç solsunlar və o da baxsın, hər dəfə sevinsin. Güllərimi vazaya yerləşdirirəm və sizinlə də burada sağollaşmaq istəyirəm. Mən həyatımda baş verən əlamətdar hadisələri sizinlə ara-sıra bölüşürəm və bugünü də bölüşmək istədim. Ümid edirəm ki, bu video sizin üçün maraqlı oldu. İndi isə hələlik növbəti videolarda görüşənə qədər.